Seyid Əzim Şirvani eşşəyini itirmiş kişi. Bir gün bir nadan adam eşşəyini itirir. Səhrada o yana bu yana baxır ki, nə etsin? Qəflətən gözünə başqa bir eşşək sataşır. Tez gedib o eşşəyi tutur, yükünü ona yükləyir, təzədə yola çıxır ki, getsin, eşşəyin əsl sahibi gəlib eşşəyini görür. Tez eşşəyin yanına qaçıb yükü boşaldır, salır qabağına. Bu vaxt o biri kişi başlayır fəryad qoparmağa. Ay camaat, kömək eləyin. Oğru eşşəyimi aparır. Sur eşşəyin sahibini yaxasından buraxmır. Mübahisə böyüyür. Camaat səsə yığılır. Bu səfih adama gülməyə başlayırlar. Ondan soruşurlar. Ay kişi, sən bir də görək, sənin eşşəyin erkək idi, yoxsa dişi? Kişi deyir, əlbəttə ki, erkək idi. Camaat bir ağızdan soruşur. Ay dəli, bu eşşək ki dişidir, sənin eşşəyin necə ola bilər? Kişi deyir, Allahın işidir də, cinsini dəyişib. İndi olub dişi. Əslində, o elə əvvəldən də çox erkək deyildi. Bəli, onlar elə bilirlər bütün aləm bunlarındır. Camaat həmin adamların fitnə fəsadından dad edir. Allah bizi belələrindən qorusun.